Ben gene değilim. Sen borcunu yemeği yitireceksin büyük günde. Gözümden ver bak. Balası dönmüş. Büyümeyenin ad günündü. Bak Şahin. Bereket, Ramil ad günündü. Bereket et. 43 yaşım tamam olur. Ad gününde. Büyük gün en yaşlı günlerden biridir. Ben gün arz ediyorum ki Şahin senin evladının 43 yaşı tamam olsun. Ne arzu değil, ne istediği değil arzuya çatasın. Kardeş, sen hayatta hemeşe evlatların üstünün eski olursan, kadın olur. İndi tamadı, sen öz borcumu yemeyin. Sonra kaldı, ben öz borcumu yemeyin. Sonra kaldı halamla beraber, kirveyle. Merrek silirim ha. Ne danıştın? Sen borcumu yerine gidin. Eşittin? Ben borcumu Liboy Brem'le yerine Yok, Liboy yanımda. Söz edirəm. Sən hələ mənim yanımda uşaqsan. Ha, ben uşağım. Mən, nədir, sənin yaşına çatana qədər mən bəlkə də bir 15 il məclis aparırdım. Ona görə də bütün bu Gədəbəy cəmaatının o qədər məclisini aparmışam ki, məhz bugünkü gündə istər Moskvada, istər Azərbaycan. Sağ ol, hoş geldin. Tebrik ederim. Gün olsun, büyük oyuncular. Gözün aydın olsun. Sağ ol. Sen İlgor çünkü demek Ben demeyeyim de iyi. Ben de demeye sözüm yok da. Şahin Cəbər yaxın. Ya Şahin yaxın gəl. İstəmə yaxın gəl. Yaxşı, bizim bugünkü günümüz qardaş, yaxşı keçir. Birinci toylarda həmişə istəmək lazım deyil. Şahin yaxın gəl sən canım. Damada qardaş, sağ ol. Allah canı sağ eləsin, yaxşı aparırsan. Ramin, Şahin, həmişə bax belə sizin qapınızda toy mağazalar səslənsin qardaş. Bugün evladının kiçik toy məclisini yola verir. Allah Teala bizə imkan versin böyük toyunu da görək. Ramin qardaşımızın, Eldeniz qardaşımızın, Cəmşid qardaşımızın toyu var qabaqda. Onların da toyu olsun. Sağ olun. Bir dənə yaxşı oyun havası çalın oynayalım. Sağ ol Alper dediğine göre gün olsun ki sana da Allah oğlan pay versin. Böylece bir dənə sünnet. Hələmrədən olmalı günlüğü də nətər lazımdır. Sünnətdən də güclü olacaqlar gedəli. Bilirsən, oğlan pay versin. Təbii suvarlar üçün olsun. Sağ ol. Bir daha mübarek olsun. Oktay sen de al günü münasebetiyle tebrik ederim. Sen o kalpten. Sağ ol. Allah Sağ ol qardaş. evladının toyuna gelin kardeşim. Sağ ol qardaş. Sağ ol hadi. Sağ ol Əzgər. Gün olsun toyuna şənliklər gedir. Onun büyük toyunu görün. Sağ ol. Ben size en eski günümüzü bir arz ederim. Sağ ol. Sağ ol.
Şahin. Şahin başlayalım. Kardeş, məclisdəkilər nə arzu dedilər, Allah hamısı o arzulara çatdırsın. Mənim də sənə bu arzum olacaq ki, sənin bu günündə. Hamı öz övladının, indiyə kimi başa gətirmişsən, öz övladının gələcək həyatını fikirləşir ki, gələcəkdə mən istəyərdim ki, övladım bu həyata nail olsun, belə yaşasın. Allahdan onu arzu eləyərdim ki, sən o öz övladı var. Valideynindən, mən belə başa düşürəm ki, valideynindən çox övladına yaxşı həyat istəyən olmaz, qeyri-bilsin. İnsan qardaş da olsa, səndən çox istəməz xoş həyat. Sənin istədiyin həyatlarla, həmin o xoş günlərlə, parlaq günlərlə, böyük toyunu, indi ürəyi istəyənlərdən bundan da xoş, ürəyin istəyən yerdə, ürəyin istəyən vəziyyətdə qardaş qeyd edir. Böyük oğlan olsun, qızın içində olsun, subaylar içində olsun. Sağ olaylar, dediğim sağlıklara. Sen gün olsun ki, sen de büyük toyla yığışar. Sağ ol. Can subaylar için olsun. Bir güzel oynamasıyla Anar kardeşim.
Yaşa sənətkar, çox sağ olun. Məclisimiz doğrudan da gözəl şən keçir. Allah Teala hamının ünvanda belə toy olsun, şənlik olsun. Gün o gün olsun ki, balaca bəy Ruslan bəyin böyük toyuna, şənliyinə gəlir. Bu günləri dost ocağına gəlmişik, Şahin qardaşımızın süfrəsinə gəlmişik. Arzu edək ki, Azərbaycan xalqının hamısının süfrəsində belə toy olsun, şənlik olsun, bayram olsun deyək ki, ay çəkir qədəmimsən. Mən təxminən bir 30 ildən artıqdır məclislərdə iştirak edirəm, toylarda iştirak edirəm, xalqımızın süfrələrində, belə mübarək günlərdə iştirak edirəm. Arzu edirəm ki, həmişə musiqi xadimlərinin və bizim həmişə arzumuz o olur ki, Allah Teala hamının mübarəkdə toy eləsin, şənlik eləsin, mübarək günlər eləsin. Ballarımıza, subaylarımıza öksünlər eləsin. İlk gündən Allah mübarək eləsin. Deyək ki, xoş gəlmişsiniz, qədəmləriniz mübarək olsun. Aynen öz ürək sözün günü varlığını yetirəsiniz. Məclisimizin axarı olsun deyək. Nərman qardaşımızın ürəyinin, qəlbinin sevincini, bu mübarək gündə gözəl kəlamlarını dinləyək. Gün o gün olsun ki, Nərmanın da ünvanı da və şənliklərimiz var. Nərmanla da xeyli vaxt biz tanışlarımız var, dostumuz, yoldaşlarımız var. Bir yerdə həm düz çörək, həm də düz çörək kəsmişəm. Mən xalqımla fəxr edirəm, mən gözəl Azərbaycanımla fəxr edirəm, mən gözəl cəmaatımla fəxr edirəm. Çünki Allah Teala sizə versin, sizdən də bir qismət bizə yer versin ki, biz də belə sizin sayənizdə dolanaq. Allah Teala hamınıza can sağlığı qismət eləsin, birinci can sağlığı da Nərmanda da. İlk kəlmədə yenə də gözəl də var, yenə öz ürək sözünü yetir, Nərmanda. Sən gözəl oğlansan, yaxşı insansın. Sağ ol qardaş, çox sağ ol. Mən minnətdaram sizə. Çox gözəl məclis aparırsınız. Minnətdaram. Musiqi heyətimizdə çox gözəl nəğmələr, musiqi ifadə elədik. Məclisim çox qəşəng, gözəl keçir. Buna görə mən öz təşəkkürümü bildirirəm sizə. Və ən əsas, ən əsval mən bu çivrəylə Şahini dəvət etmək istəyərdim. Onların Şahini haradadır? Aşanca buraya yaxın. Aygar dur. Bu gün siz yaxın qohum olursunuz. Bunu mən təbrikləyirəm, alqışlayıram. Bu çivrəlik çox çətin və incə bir şeydir. Və olduqca çətin və incədir. Bu sahədə, bu uğurda, bu yolda sizə gözəl yollar, yaşıl işıqlar, heç bir problemsiz, nə istəsəniz o cür olsun. Mən onu istəyərdim sizə, mən onu sizə layiq bilirdim. Mən bu münasibətlə yenə sizi təbrik edirəm ürəkdən. Mən yenə deyirəm ki, olduqca bu çivrəlik çox ağırdır. Bunu başa düşmək lazımdır, başa düşən üçün. Bunu saxlamaq lazımdır, qorumaq lazımdır. Asan bir şey deyil. Rəhmətli Heydər Əliyev Azərbaycanda bir dənə cümlə söz demişdi. O söz mənim yadımdadır ki, Azərbaycanın siyasəti gözəl siyasətdir. Amma bir dənə ipin üstündə düz getmək lazımdır ki, gərək büdürəməyəsən. Bir dənə yolu deyilib budur. İndi sizi də mən bax belə bu düzgün yola dəvət edirəm. Yenə mən təbrik edirəm. Məclisimizin başında həmişə Ruslan balamızdır. Mən həyatda Allah Teala'dan ona arzu edirəm ki, yenə deyirəm ki, gələcək zamanda Ruslanın bu günləri Moskva şəhərində müsəlman edirik. Gələcək bir zamanda Allah'tan arzu edirəm ki, sədəsi, sorağı bunun ali məktəblərdən gəlsin. Bir böyük ali məktəbi tutarsın, toyunu eləyək, belə-belə də, yəni ki, aydındır fikrim. Bu cür, bu sahədə. Sizin hamınızı təbrik edirəm.
Asobundan da sizin her ikinizi mübarek olsun. Görüşün, birbirinizi öpün. Ben de sevinirim. Çok güzel. Belki çatışmayan, nesil diyesi bir sözüm yok da vakit bilebilirsiniz. El çalak, alkışlar, el çalak, kirveler sağ olsunlar, el çalak, alkışlar, alkışlar. Orada kelime söz diyeceğim. Boşsun. Kimdi? Ya bura. Buracı. Dur. Aman ula. Sağ olsun dostlar, sağ olsun. Bir yaxşı, el çalak, alkışlar. Bir oynaması. Dostlar kirveler oynasın.
Gözəl tərəkkəbət. Hərəkət.
Mənə qismət olmadın, yar, mənə qismət olmadın. Qismətim oldu dərd qubar, mənə qismət olmadın. Sən o gərək də gül, gəl ürəyimi yarma yine. O dərd bəlalı keçən, günləri qaytarma yine. Mənə qismət olmamağa görə günah axtarma yine. Buna sən elə günahkar, mənə qismət olmadı. Qismətim oldu dərdibar, mənə qismət olmadı. Artıq yoxsan həyatımda sən dözə bilmirəm, özüm də bilmirəm ki, nədən dözə bilmirəm. Səni özgəsiylə görəndə mən dözə bilmirəm. Sevinib şad olub əğyar, mənə qismət olmadı. Qismətim oldu dərdibar, mənə qismət olmadı. Əsl aşıq aldanmaz əğyarın hiləsinə. Amma sənsə aldanmısan, sevirəm kəlməsinə. Nə edim alın yazma məhəbbətin lövhəsinə. Belə yazdı Pərverdigar, mənə qismət olmadı. Qismətim oldu dərdibar, mənə qismət olmadı. Gedənə ver xeyir dua, var atalar məsəli. Niyə atdın məni getdin ey gözəllər getdin? Sən gəlin gedirsən amma bu yazdığım qəzəli. Sən gəlin gedirsən amma bu yazdığım qəzəli. Özünlə apar yadigar, mənə qismət olmadı. Qismətim oldu dərdibar, mənə qismət olmadı. Şahım bugün senin adva gelmişik. Şahım bugün senin adva gelmişik. Meclis-i meydanına güzeldir bugün. Meclis-i meydanına güzeldir bugün. Şahım bugün senin adva gelmişik. Şahım bugün senin adva gelmişik. Meclis-i meydanına güzeldir bugün. Meclis-i meydanına güzeldir bugün. Ömrüm sürmeyipti bula göre, gözlemenip dəvətim bula göre. Kardeşim gelmeyipti bak bula göre, sendeki atsan ne güzeldir bugün, sendeki atsan ne güzeldir bugün. Kardeşim gelmeyipti bak bula göre, sendeki atsan ne güzeldir bugün. Güzeldir öğren ne güzeldir bugün, meclisen alban ne güzeldir bugün. Səni biz bir yerdə bölək biz, yaxşı günümüzə amiyək gülək biz. Vətən qardaşı yoxsa bir deyək biz, Azərbaycanlı yoxsa deyək biz. Azərbaycan nə gözəldir bugün, gözəldir dövrən nə gözəldir bugün. Meclis Əlazvan nə gözəldir bugün. Meyxanada sirdaşım, özümə görə şahin ağarıb başım. Yanımda oturub gəncəlik qardaşım, yanımda oturub mənim gəncəlik qardaşım. Candan əziz, canlı gözəldir bugün, gözəldir dövran nə gözəldir bugün, gözəldir dövran nə gözəldir bugün.
başa düşənlər şahid deyirlər. Şair Qəzəlxan nə gözəldir bugün. Şair Qəzəlxan nə gözəldir bugün. Ozan restoran nə gözəldir bugün. Ozan restoran nə gözəldir bugün. Allah səmtər ağləsin, belə bir yerdə baxsa bağləsin. Qardeşlərimin Allah canın sağ eləsin. Hamısı yan bayan nə gözəldir bugün. Dostlar yan bayan nə gözəldir bugün. Gözəldir döran nə gözəldir bugün. Gözəldir döran nə gözəldir bugün. Ay canım can nə gözəldir bugün. Dostlar yan bayan nə gözəldir bugün. Ağrı saldım ay əmi mənim canıma. Gələrsən inşallah o ünvanıma. Ruslanı yaxın çəkinə yanıma. Bizim bu Ruslan nə gözəldir bugün. Gözəldir döran nə gözəldir bugün. Kişidir Müsəlman nə gözəldir bugün. Yaxşı etibar olsun, şairdə bax yaxşı etibar olsun. Sənət aləmindən şeir var olsun, qardeşlərin də elə yarı var olsun, qardeşlərin də elə canı var olsun. Bu cür nə imkan nə gözəldir bugün, bu cür nə imkan nə gözəldir bugün. Gözəldir döran nə gözəldir bugün, meclis əlvan nə gözəldir bugün, meclis əlvan nə gözəldir bugün. Ömrümün mənası qədəb beydədir, ömrümün mənası qədəb beydədir, ömrümün mənası qədəb beydədir, ömrümün mənası qədəb beydədir. Qardeşlər oturubdur yan yana, iskan qalxıdırlar iskan insana, iskan qalxıdırlar iskan insana. Hamısı oturubdu bax yan yana, hamısı oturubdu bax yan yana, ödürlər. Hamısı oturubdu bax yan yana, hər işin cəfası qədəb beydədir, dostların vəfası qədəb beydədir, ömrümün mənası qədəb beydədir, ömrümün mənası qədəb beydədir, dostların cəfası qədəb beydədir. Lütçü qulaq asa gündüz beş dağa, lütçü qulaq asa gündüz beş dağa. Bir gün o uşağı apa torpağa, bir gün o uşağı apa torpağa. Onun da mənası qədəb beydədir, ömrünün mənası qədəb beydədir, dostların vəfası qədəb beydədir. Aynasın, kazanında üstünde kaynasın. İmkan verip kardeşimiz oynasın, imkan verip kardeşimiz oynasın. Ömrünün nidası gedep beydedir, her işin nidası gedep beydedir, onun ihtiyası gedep beydedir. Yegim
dua söz diyərik səhərəcən. Hər işin sədası qədəb beklədir. Hər işin sədası qədəb beklədir. Ömrümün mənası qədəb beklədir. Ömrümün mənası qədəb beklədir. Mən də gəlir dosta etibar qala, mən də gəlir gözüm qala, yar qala. Bir söz deyim, qoy o da yadigar qala. Çar topun əlası qədəb beklədir. Çar topun əlası qədəb beklədir. Ömrümün mənası qədəb beklədir. Şahin, xoşbaxt olsun, evet, böyük oynayırsan. Evladı Ruslan bəyin böyük toyuna gələr, gün o gün olsun ki, Allah mübarək eləsin. Gün o gün olsun böyük toyunda iştirak eləyər. Cəmi dostların ünvanına toya, şənliyə, bayrama gələr. İlk kəlmədə Çərkəz qardaşımız qeyd eləsin, bununla da yekunlaşlara deyək ki, məclisin axırı yox, həmişə axar olsun, həmişə axar olsun. Çərkəz bir kəlmə qeyd elə qədəm. Bəli, sağ ol, çox sağ ol. Minnətdaram. Saçı çox sağ ol. Bugünkü gündə qəşəng məclis apardınız. Arzu edirəm həmişə qədəmləriniz belə gözəl məclislərə qəşəng yeyib içməyə, deyib külməyə açılsın. Və muzikant qardaşlarımıza, sizə, operator qardaşlarımıza uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, həmişə sizin ünvanlarınızda, həmişə sizin yaxın istəyən insanlarınızın, yaxın istəyən yoldaşlarınızın ünvanlarında xeyir işlər səslənsin. Həmişə qədəmləriniz yeyib içməyə, deyib külməyə açılsın. Şahin! Şahin, durca bura qadamam. Mən üzr istəyirəm, bəlkə ola bilsin ki, sən quruyəncə deyirəm. Jo məclisimizi yeşunlaşdırmaq istəyirik. Gün o gün olsun ki, evladının böyük toyuna yığılaq. Moskva şəhərində yox, öz ana torpaqlarımızda, Sumqayıt şəhərində. Və bir daha əlavə eləmək istəyirəm ki, bugünkü günün səbəbkarı olan insanlar, özləri burada olmayıb, ürəkləri burada olan insanların da sağlığını qeyd edək və onlara da can sağlığı, uzun ömür, onların da həyat bazasında, ünvanlarında xeyir işlər səslənməyini arzu edək. Sağ olun, sizin hamınıza minnətdaram, çox sağ olun. Allah Teala sizin hamınıza belə gözəl xeyir işlər qismət eləsin. Sizin hamınıza minnətdaram, çox sağ olun. Həmişə qədəmləriniz belə xeyir işlər açılsın. Muzikant qardaşlarımızdan xahiş eləyərdim ki, bir gözəl şən mahnı ilə məclisimizi yekunlaşdıraq. Sağ olun. Çox sağ olun. Sağ olun.